getdim, amma oxumağa gedəndə mən başa düşdüm ki, əlbəttə ki, mən hər kəsə oxumağı çox ciddiyə almağı hər zaman məsləhət görürəm, amma mənim üçün bir sonrakı addım hər zaman vacibidir. Mən hər zaman oxumağı yox, sonra nə edəcəyimi düşündüm ilk gündən, getmədən qabaqda. Yəni mən oraya gəldim, mənim üçün orada ay oxuyaq, tələbə illəridir, lay-laylom elə bir şey olmadı. Heç bir zaman mənim nə tələbə ilim oldu, nə tələbəlik illərindən dostlarım var. Yəni hamısı mənim işlərdən dostlarımdır. Özünüz öz ayağınızda durmusunuz. Bəli, yəni mən hər zaman anam və atam birgə mənim xaricdə təhsilimi ödəyiblər və mən oraya gedəndə əlbəttə ki, bəli, mən bəlkə 1-0 qabaqda nədə başladım ki, valideynlərim məni oraya göndərdi, yəni oxumağa. Amma mənim orada yaşamağım üçün, yəni artıq bir neçə ay olsa onunla yaşamaq üçün mənim onlarla bir anlaşmam var. Yəni mən onların ən böyük uşağıyam, amma məni orada necə deyim, istədiyim həyatı ümumiyyətcə orada yox, heç bir yerdə, heç bir zaman yaşatmazlar. Belə bizdə belə bir stolda belə bir necə deyim, danışıq yoxdur ki, sən get nə istəyirsən, getməlisən. 2 ay sonra biz sənə dəstək olmayacaq finansla. Sən özünə iş tapmalısan, qazanmalısan. Yəni necə sən gedəcəksən marketdə ərzaq alacaqsan. Mən də hər zaman bunu düşünərək, bunu hesablayaraq getdim. Yəni və bu imkan hal-hazırda ölkəmizdə bir çox tələbəyə verilir. Yəni bizdə sadəcə valideynlərin bir çox tələbə əlbəttə ki, bəlkə valideynlər qarşılayır, amma bizdə dövlət tərəfindən verilən stipendiyalar çoxdur. Yəni sadəcə oradan yox, həm İngiltərə verir, həm Avropa ölkələri verir. Amma hamısında əslində məqsəd ondadır ki, siz gəlirsiniz. Bəli, biz oxumağınızı qarşılayırıq, amma zəhmət olmasa zəhmət çəkin, ayağınızın üstündə durun.